Arazda bir günüm necə keçir, ondan danışacağıq. Artıq məni rejimə salan və tıxacda qaldığım stresindən azad edən bir servis var. Ofisə çatdıq. Gəlin sizinlə ofisi biraz tanış edib, sonra keçərik mənim əyləşdiyim hissəyə. Girişdə hər səhər bizi qarşılayan komandamız əyləşir. Burada şirkətimizi simvolizə edən maketimiz, burada isə Arazın sevimli, unudulmaz personajları yer alır. Artıq iş başladı. Bütün maraqlı layihələr, kampaniyalar və kreativ ideya mübadilələri məhz bu masalarda bu komandalarla birlikdə baş tutur. İşə başlayan kimi ilkin olaraq mailləri yoxlayırıq. Budur bir sürpriz var. Daxili kommunikasiya bu gün əməkdaşlar üçün isti şokolad günü təyin edib. Düşünürəm ki, bu kimi xoş təşəbbüslər iş mühitindəki gərginliyi bir anda yox edir. Bir qədər işləyirik, kontentlərimizi yazırıq, müzakirələr aparırıq və artıq nahar vaxtıdır. Nahar da şirkət tərəfindən təmin olunur və hər gün fərqli menülər bizə təqdim edilir. Yeməkdən sonra istirahət zonasında qısa fasilə, xoş söhbətlər və yenidən tam enerji ilə işə qayıdırıq. Günün necə keçdiyini hiss etmədən daxili kommunikasiyadan daha bir mail gəlir. Bu dəfə əməkdaşları bizə əvvəl hədiyyə edilən dipçəkləri rəngləməyə dəvət edirlər. Əməkdaşlar dipçəklərin üzərində öz təsəvvürlərini yaradırlar və beləcə saat artıq 6 oldu. Bir iş günümüzün daha sonuna gəldik. Budur, Arazda bir günüm belə keçdi və sizin iş gününüz necə keçir? Rəylərdə bölüşün. Hələlik.